Masallı rayonunun icra rəhbəri Araz Əhmədov Süleymanoğlu icra rəhbəri seçildiyi gündən Masallımız günü-gündən inkişaf edir. Bu gün yeniliklərdən biri də Qoraçay qəsəbəsində körpünün açılışı olub. Maşallah, maşallah. Mübarektir, hayırlı uğurlu olsun. Allah köməyiniz olsun. Allah cemaatın üstüne xeyir duysun. Allah sizin de köməyiniz olsun. Burada da adamlar gedişler. Yok, ben de çok önemliyim. Alsın. Burada günaydın atın. Gəlin keçir. Bəli doktor. Sağ ol, hardasan? Aziz oradigarlar, hörmətli qonaqlar. Bugün əlamatlar bir gündür bizim üçün. Artıq 3 aydır ki, bizim bu qəsəbənlə Dəvrişova məhəlləsinin arasında olan bu körpü yeni tikinti körpü kimi başlamışdır. 3 aydır ki, indi burada tikinti işləri gedirdi. Mən əvvəla, yəqin ki, hiss elədiniz ki, bizim rayonun icra başçısı, hörmətli Araz müəllim də gəldi, xeyir dua verdi, getdi, sağ olsun. Birinci növbədə bizim qəsəbənin gənclərinə mən dərin təşəkkürümü bildirmək istəyirəm ki, bu körpünün ərsə gəlməsində onların xidməti var, onların əməyi var, onların zəhməti var. Hamınıza qəsəbə əhalisi adından təşəkkür edirik. Sağ olun, böyük zəhmət çəkmişsiniz, böyük təşəbbüsdür. Bu təşəbbüsü rayonda deməli müsbət qarşıladı. Sağ olsunlar ki, uşaqlarımız belə bir gözəl körpünü ərsəyə gətiriblər. Körpü bir qəsəbənin, bir kəndin bir tərəfini digərinlə birləşdirir. Bugün də bizim Qoraçay qəsəbəsinin gəncləri məhz bu birləşməni əldə etdilər, bu ünsiyyəti əldə etdilər. Biz onlara dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun, zəhmətinizi halal eləyin. Biz də sizə qəsəbə sakinləri adından təşəkkür edirik. İcazə verin, bu gözəl günləri bizə bəxş edən, bizim bu torpaqlarımızı ermənilərdən, mənfur ermənilərdən alan şəhidlərimizdir, qazilərimizdir. Allah onlara rəhmət eləsin. İndi həm bir dəqiqəli sükutla onlara rəayət edək, həm də bizim deməli dövlət himnimiz səslənsin. Yəqin ki, bu körpünün ərsə gəlməsində çoxlarının zəhməti var. Hətta burada olmayan, bizdən çox-çox uzaqlarda, qərib ölkələrdən olan uşaqların da zəhməti var. Hamısına dərin təşəkkürümüzü bildiririk. İcazə verin, Kamal müəllimə söz verin. Kamal müəllim öz fikrini bildirsin. Buyur Kamal müəllim. Hörmətli qəsəbə sakinləri, hörmətli qonaqlar, sizin hamınızı xoş görür. Adalar müəllim düz deyir. Kimlər irəli sürdü? Kəndimizin cavan uşaqları irəli sürdü.
azabı, əziyyəti olan kim varsa hamısına dərindən minnətdarlığımızı bildiririk. Var olsunlar, sağ olsunlar. Allah Teala onları korusun. Ağa buyur. Mən də bir müəllim kimi, seyid kimi hər birinizi salamlayıram. İlahi sizi həmişə belə şad günlərə qismət eləsin. İlahi Pərverdigara, bunun körpünün üzərindən keçən hər bir şəxs, İlahi onun çörəyini əski eləmə. Neçə illər yaşayırsa həyatda həmişə xoş günlər görsün. İlahi 12 minə yaxın qəsəbimizin əhalisi var. Bu ahali məndən arzu gəldim, gəldim İlahi. Bu körpüdən keçən o toy mərasimi işıqları var ha. Bunlardan əski olmasın. Keçən işıqlar üzərində çalınan oyun havaları İlahi o gənclərdən əski eləmə. Biz hər şey dedik. Bu günləri bu körpünün açılışında bizim Əlvan qardaşımız qurban gətirib. Allah qəbul eləsin. Bir də tort hazırlayıb. İlərdən icazə verin qurbanı kəssinlər. Sonra da tortumuzu kəsərik inşallah. Allah qəbul eləsin. İndi də lenti kəsək, tortu da kəsək. Allah xeyir versin. Xeyirli olsun. Gelen konaklar yine bu yurda gelme isteyir. Var buranın hoş güler üz mehriban insanlar. Orada yakın konaklar olmanın herkes bilir. Karşılığın hemşe samimiyetli mehmanları. Hazreti Peygamberin öz mübarek kanı sayılır. Kendin seyirleri var alime gam sahip. Gazilerine şefaat dileydi ulu Tanrı'dan biz. Kahraman şehitleri var alime gam sahip. Kendi yetiştirip tanınmış edip insanlar. Her karışında ilahinin öz kudreti vardı. Güzelliği göz okşuyur tamaşadı baştan başa. Cennete benzerliğinin sirli hikmeti vardı. Bizim doğma mekan bura digahımız. Güzelleşir yaman bura digahımız. Berber olmağın herkes bilir. Kestiği duz çöreği müqəddəs bilir. Mükendin insanların mehriban. Tarihiyle zengin olan nişan. Doğma elinden ve torpağından ayrı düşür. Halal ruzu arkasıca gürbete üst tutanlar. Olsa da soydaşlarımız yad diyar garip elde. Unutmadığı torpağını əziz tutanlar. Əhalisi kəndə xüsusi bir qayğı göstərir. Bunun sayəsində gözəlləşir gündə burada.